Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. Ədəbiyyata olan həvəsi məktəbdəki müəllimi tərəfindən yaradılıb, meyxanaya marağı isə qonşusu Ağasəlim Çıldağın kasetləri ilə başlayıb. O, 1991-ci il meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş festivalda qızıl medal qazanıb. Özünün 55 illik yubileyində isə oğlu Kamil üçün toy edib ki, ikiqat yadda qalan olsun. Maştağa kəndində baş tutan dərviş toyunda meyxanaçının sənət dostları iştirak edib. Ağakərim uzun müddət şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkmiş, 2 dəfə insult keçirmişdi. Meyxanaçı keçirdiyi insult səbəbi ilə yataq xəstəsi idi. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakiları tanıya bilmirdi. 2 dəfə haqqında ölüm xəbəri çıxmışdı. Sosial şəbəkələrdə yayılmış xəbər hətta anasının ölümünə səbəb olmuş. Belə ki, meyxanaçının anası oğlunun ölümü ilə bağlı mediada yayılan xəbərin ağırlığına dözməyərək dünyasını dəyişib. Sonradan məlum olub ki, Ağakərimin ölümü ilə bağlı yayılan xəbərlər doğru deyilmiş. Bu dəfə isə Ağakərimin ölümü hər kəsi kövrəltdi.